Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allahumme salli ala Muhammedin ve ali Muhammed ve accil feracahum. Salamlayırıq dəyərli, əziz izləyiciləri, möminələri. Əvvəlcə qeyd eləyək ki, Allahın izni ilə bugün Qədir-Xum bayramı deyirlər, Zilhiccə ayının 18-i. Qədir-Xum bayramı münasibəti ilə başda İmam Zaman ağa olmaqla bütün mömin və möminələri təbrik edirik. İstəyirik Qədir-Xum bayramı haqqında biraz məlumat verək ki, bilirsiniz ki, Peyğəmbər Əkrəm Qədir-Xum çölündə, bilirsiniz o Məkkə ilə Mədinə arasında bir yer idi, bir səhra kimi yer idi və Peyğəmbər orada 3 gün ərzində dediyimiz kimi Maidə surəsi 67-ci ayəyə əsasən Peyğəmbərə deyilir ki, çatdır, sənə əmr olunanı, sənə nazil olanı çatdır. Və Peyğəmbər də bu əmrdən sonra, özündən sonra, yəni nübüvvət ki var idi, Peyğəmbər həm Peyğəmbər idi, həm imam idi. Lakin özündən sonra Allahın əmri idi ki, yəni diqqət edirsiniz, İmam Əli əleyhissalamı Peyğəmbər özü seçmir. Hətta yəni özü seçə bilməzdi, çünki imamı Allah seçir. Yəni bu şiənin əqidəsidir ki, imamı məhz Allah seçir və ayədən də belə nazil oldu ki, sənə deyiləni, nazil olanı çatdır və Peyğəmbər bu ayədən sonra məhz Əli əleyhissalam haqqında bu məşhur hədisi buyurdu ki, mən kuntu mövlah fəhəzə aliyyun mövlah. Mən kimin mövlasıyam, bu Əli, yəni Əli əleyhissalamın əlini qaldırdı və bütün insanlara göstərdi ki, məhz bu kişi, yəni bu Əli əleyhissalam, mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. Və orada da mövla kəlməsi bilindi ki, rəhbər və imam demək idi və bütün demək olar ki, orada qeyd olunan hədislərə əsasən, rəvayətlərə əsasən 100 mindən çox orada hacı iştirak elədi və demək olar ki, hər biri də Əli əleyhissalamı təbrik elədi ki, artıq imamətlik məqamı aşikar oldu və insanlar öndəri oldu. İnsanlar gərək bundan sonra, yəni Peyğəmbərdən sonra məhz Əli əleyhissalama tabi olsunlar. Bu şeylərin hər biri alimlər, dəyərli alimlər xütbələrdə deyir və eşitmisiniz, bilirsiniz. Bir məsələni qeyd eləyək ki, görkəmli alimlərdən olan Əllamə Əmininin bir əhvalatı ki var, onu qeyd eləyək. Bilirsiniz ki, Əl-Qədir kitabının müəllifidir. Orada da Qədir-Xumdan bəhs edir. Əllamə Əminiyə deyirlər ki, sən niyə bu qədər əziyyət çəkmirsən? Axı bir dənə səhih hədis göstərərdin ki, ravi zəncirləri hamısı qüsursuz olsun və hər iki məzhəb, yəni həm Şiə məzhəbi, həm Əhl-i-Sünnə məzhəbi qəbul edən bir dənə səhih hədis göstərməyin kifayət eləyərdi. Bəs nəyə görə 100 min kitab oxumusan və 100 min kitabdan da 110 dənə fərqli mənbələrdən hədis çıxartmısan və hamısı da səhih hədis. Əllamə Əmini onlara bu cavabı verdi ki, mən bu işi görməyimdə bir məqsədim bu idi ki, məhz Qədir-Xumu inkar eləyən bilməlidir ki, o ancaq təəssübkeş olduğundan inkar eləyir. Yəni, onun Allah qarşısında axtarıb verə biləcək heç bir cavab və bəhanə yoxdur bu məsələdə. Çünki 110 dənə fərqli mənbələrdən, fərqli ravilərdən hədislər nəql olunub və hər biri də səhih hədislərdir ki, Əllamə Əmini bütün həyatını sərf edib və bu əsəri ortaya çıxardıbdır. İstəyənlər Əl-Qədir kitabına müraciət edə bilərlər. Əzizlər, demək keçək inşallah bugünkü dərsimizə və yenə qeyd edək ki, hər birinizin Qədir-Xum bayramı mübarək olsun. Paklayıcılarda biz keçən dərs danışdıq ki, yer paklayır, su paklayır, onları danışdıq. İndi bu dərsdə keçəcəyik günəş. Günəş nəyi paklayır, əzizlər? Günəşin özü də paklayıcıların içindədir. Qeyd eləyək ki, pəncərələr var, divar var, binanın divarı olsun, daha sonra binada olan qapı olsun, pəncərə də qeyd elədik və yaxud mismarlar olsun. Bunlar demək olar ki, divarın özünü su töküb paşlamaq həm çətin məsələdir, həm onun başqa fəsadları ola bilər. Lakin şəriət deyir ki, bu kimi şeylər nəcis olarsa,
onlar günəş vasitəsilə paklanar, lakin orada bir neçə şərt var. İndi onları qeyd edəcəyik. Birinci şərt odur ki, nəcis şey gərək yaş olsun. Məsələn, divar bilirik ki, nəcisdir, amma görürük ki, qurudur da, yəni o nəcis quruyub. O yaş olmalıdır və məhz quru olsa ona biz su tökməliyik ki, hətta yəni bir vasitə ilə onu yaş eləməliyik ki, o yaş olsun və məhz günəş şüasının altında o yaşlıq qurusun. İndi orada da şərtlər var, onu qeyd edək. Üzərində birincisi, nəcisin eynindən bir şey qalmamalıdır. Yəni, eyni nəcis olan qeyd eləmişdik ki, məsələn, insan ifrazatı olsun, məsələn, divarda qalıbdır, qan olsun və s. Onun, yəni, ondan bir zərrə belə o divarda qalmamalıdır. İkinci məsələ budur ki, günəşin şüaları birbaşa ora yansımalıdır və qeyd edək ki, yəni buludun arxasından günəşin şüaları yansısa, desək ki, buludun dalından bu günəşin şüaları yansıyır, o kifayət eləməz. Yəni, günəşin şüalarının qabağını heç nə almamalıdır, birbaşa yansımalıdır həmin o, məsələn, nəcis olan divara. Daha sonra, digər bir məsələ budur ki, günəş özü tək başına qurutmalıdır. Yəni, hava küləkli olsa və biz desək ki, bu divar, məsələn, divarın suyu da, o nəcisi, həm külək vasitəsi ilə qurudu, həm də günəş orada istifadə olundu, yəni günəşin şüası. Bu, onu pak eləməz. Sırf, yəni heç bir külək olmadan orada günəşin iştirakı olmalıdır, günəş şüasının. Amma, əzizlər, bir şey qeyd edək ki, alimlər deyir ki, əgər külək o qədər zəif olarsa ki, insanlar onu külək adlandırmır, yəni cəmiyyət, o kifayət edir ki, yəni günəşin şüası orada tək başına qurudur və o pak sayılır. Daha sonra günəş nəcis olmuş həsir olsun, yerdə bitən bitkilər olsun və ağacı olsun, onu pak eləməsi şübhəlidir, alimlər deyir və bu məsələ işqallıdır, yəni problemlidir. Digər bir məsələ, əgər günəşin şüası nəcis bir divardır, onun bir hissəsini yansısa və o hissə qurusa, həmin hissə alimlərin nəzərinə görə pakdır. Amma burada bir məsələ var ki, əgər həmin hissənin arxa tərəfi də qurusa, yəni günəşin şüası ora dəymir, amma istilik həmin o arxa hissəni qurudur. Bu zaman necə olacaq? Bu zaman digər tərəfləri pak eləməsi haqqında bəzi görüşlər fərqlidir. Bir qrup alimlər deyir ki, həmçinin oranı da pak eləyər, amma bir qrup alimlər deyir ki, xeyr, elə günəş şüası hara düşür, oranı pak eləyər. Daha sonra, əzizlər, bəzi yerlərdəki fərqlilikləri qeyd edirik, orada mütləqsiz öz aliminizin risaləsinə müraciət edilir. Amma digər məsələlər ki var, orada fərqlilik olmadığını biz qeyd edədiyimiz zaman, onda ümumi məsələləri qeyd edirik ki, onları istifadə edə bilərsiniz. Günəşi qeyd elədiyi paklayıcılardan keçək digər növə, istihalə. İstihalə nədir? Yəni, bu fiqhi hökmdür. Bir haldan başqa hala keçmə. İndi qeyd eləyəcəyik ki, o nə olur? Məsələn, nəcis ağacdır, yanıb kül olur. Artıq o külə döndü, ağac idi, sonra kül oldu. Bir haldan başqa hala keçdi. Ona nə deyirlər? İstihalə. Yəni, o kül artıq pakdır. Nəcis ağac yanıb kül olsa belə, o kül pakdır. Yəni, biz əsas orada baxmalıyıq ki, o bir haldan başqa hala keçdi. Və yaxud da itdi, düşür duzluğa. Duzluğa düşür, kristallaşır və duz halına gəlir. Diqqət edirsiniz, artıq itdən əsər əlamət qalmır. Alimlər deyir ki, bu zaman həmin o duza çevrilir deyə o duz pak olur. Yəni, o it aradan gedir, demək olsa duzluğa düşür və o olur duz. Bir haldan başqa hala düşür. Amma nəcis buğdadan un hazırlansa və yaxud çörək pişirilsə, o pak olmaz. O bir haldan başqa hala keçid sayılmır və o həmin o çörək pak olmaz. Dediyimiz kimi, yeyilməsi də icazəli olmaz. Daha sonra, nəcis palçıqdan düzəldilmiş saxsı qablar ki var, onlar nəcis hesab edilir. Və yaxud da ki, bu saxsı qab olması nəcis palçıqdan digər nələrsə düzəldilirsə, onlar nə hesab edilir? Nəcis. Bir haldan başqa hala keçməsi bizim üçün şübhəli olan və müəyyən olunmayan nəcis bir şey, elə nəcis hökmündə də qalır. Keçdik digər növə, əzizlər, inqilab.
Ona deyərlər şəriət hökmündə. İnqilab da odur ki, kökündən dəyişmə. İndi onu qeyd eləyəcəyik ki, inqilab yəni kökündən dəyişmə nədir? Məsələn, şərab öz-özünə çevrilir, sirkə olur. Buna deyərlər öz-özünə dəyişmə. Bu zaman o sirkə paçdır. Və yaxud şəraba duz qatırsan və yaxud ona sirkə qatırsan, o çönür, sirkə olur. Yəni, halı dəyişir, kökündən dəyişir. Yəni, ona artıq biz şərab deməyəcəyik. Sirkədirsə, artıq o paçdır. Nəcis xurma olsun, kişmiş olsun, üzüm olsun, onlardan hazırlanan sirkə isə murdardır, əzizlər. Daha sonra üzümün suyu qaynasa, qaynadığı zaman o haramdır. Onu içmək olmaz, üzüm suyunu. Amma bu şərt var, əzizlər. Əgər qaynasa və 2/3 buxarlansa, yerdə qalsa 1/3, o zaman o pak və halaldır. Qeyd edək, əzizlər. Amma cəmaət arasında ona şirə yerinə deyilsə ki, üzüm suyudur, üzüm suyu deyilsə, yəni şirənin əvəzinə ona deyilsə ki, üzüm suyu, o zaman ehtiyat lazım, əsasən o haramdır. Alimlər deyir ki, ondan çəkinilsin. Qaynayıb qaynamadığı bilmədiyimiz üzüm suyularının hökmü nədir? Alimlər deyir ki, onlar pakdır, halaldır yəni. Amma əgər biz o bilsək ki, o qaynayıb, mütləq yəqinə çatmalıyıq ki, onda 2/3 buxarlanıb ya yox. Əgər bilməsək ki, qaynadığını bilsək, amma bilməsək ki, 3/3 buxarlanıb ya yox, bu zaman o icazəli deyil və haramdır. Yəni, içmək olmaz və o haram hesab edilir. İntiqal. İntiqal digər bir şəri hökmdür, yəni şəriət terminidir. Görək o nədir? Bir yerdən başqa yerə keçmə, yəni nəql olunma deyirlər ona, əzizlər. Bunları çalışın adları ilə bir yerdə yadınızda saxlayın, amma əsasən biz ona aid misal verəcəyik ki, hər biriniz üçün daha aydın və anlaşıqlı olsun. Bir yerdən başqa yerə keçmək nə deməkdir, əzizlər? Məsələn, insan olsun, eyni zamanda atıcı qanı, yəni qanı sıçrayan hər bir heyvan olsun. Bunların qanı ki var, bunların qanı, həmin o qanı olmayan heyvanlar ki var, onlar tərəfindən soğurulur. Məsələn, bir dənə misal verək, ağcaqanad. Ağcaqanada biz ürfdə, yəni cəmaət arasında o qanı olmayan heyvan hesab edilir. Yəni, insandan qanı soğurur, heyvanlardan qanı soğurur, məsələn və s. Bu ağcaqanad ki var, əvvəldə biz qeyd eləmişdik onun məsələsində. Bunun bədənində insan qanı var. Yəni, bizdən, bədənimizdən qanı soğurub, bizim qanımız nəcisdir. Və bu heyvan da soğurubdur və həşarat. Qan qalıb onun bədənində. O qan artıq intiqal qaydasına uyğun olaraq həmin o ağcaqanadın bədənində paklanır. Yəni, bir haldan başqa yerə keçid eləyir. Bir yerdən başqa yerə keçid eləyir. Ona deyirlər intiqal. Amma əzizlər, qeyd eləyək ki, tibbi zəli ki var, insan bədənindəki qanı soğuran. Biz bilirik ki, onun qan soğurduğu ki, qan var, biz demirik, o zəlinin bir hissəsidir. O qan zəlidən çıxır və o zəlinin bədəninin bir hissəsi deyil o qan. Amma ağcaqanadda o qan, necə deyərlər, biz bilirik ki, ağcaqanadın bədənin tərkib hissəsidir. Amma zəlidə bu belə deyil deyə, zəlinin soğurduğu o qan, yəni onun bədənində pak olmaz. Baxın, ağcaqanad məsələsini qeyd eləyək ki, ağcaqanadın bədənindəki qan var. Məsələn, qondu paltarımıza ağcaqanad. Biz onu öldürdük. Gördük ki, qan paltarımıza düşdü. O qan alimlərin nəzərində görə pakdır. Amma bir məsələ var ki, biz onu bilməsək ki, yəni bu bizim qanımız indicə soğurdusa və ola bilər ki, o bədənində o proses getməyib, o paklanma prosesi. O zaman alimlər deyir ki, o qandan çəkinin, ehtiyat edin. Amma bilməsək ki, indiki məsələn bizdən mi soğurdu, yoxsa onun öz bədəninin qanıdır. Yəni bu şəkildə şəkdə olsaq, şübhədə olsaq, o zaman onun qanı pakdır. Amma bilsək ki, indicə qanı soğurur və o qan hələ onun bədəninə çatmayıb. Yəni o paklanma sistemi getməyib, intiqal. O zaman həmin o qandan çəkinmək lazımdır. Paltara düşübsə, o paltarı yumaq lazımdır və s. Digər bir məsələ, insanı paklayan şeylərdən, yəni paklayıcılardan da biri budur ki, İslamı qəbul eləmək. Biz nəcislərin, nəcasətlərdə qeyd eləmişdik ki, kafir kəs dırnağından saç tükünə qədər bütünlüklə nəcisdir. Lakin o İslamı qəbul eləsə olur pak. Ona görə İslamı qəbul eləmək özü də paklayıcılardan biridir. Qeyd eləyək ki, kafir şəxs
kəlmə-i şəhadəti desə, Allahın təkliyinə şəhadət versə və Həzrəti Peyğəmbərin peyğəmbərliyinə, nübüvvət məqamına şəhadət versə və inansa, o adam olacaq pak. Eyni zamanda İslamın, yəni müsəlman olacaq və pak olacaq. Eyni zamanda qeyd eləyək ki, İslamın digər əsasları ki var, məsələn, Quran olsun, axirət anlayışı olsun, cənnət, cəhənnəm, bunları da qəbul eləməyi mütləqdir. Əgər dediyimiz kimi, Quranın bir ayəsini belə inkar etsə, o kəs yenə də kafir hökmündə qalır. Lakin müsəlman oldusa, bu insan olur pak və təri də ağız suyu da pakdır. Amma bir məsələ var. Məsələn, bu şəxs kafir idi, elə indicə müsəlman oldu. Bədəni də tərli olub, məsələn, paltarı nəcisdir axı, kafirin təri nəcisdir. Və paltarı da nəcis qalıbdır. Məsələn, tərliyibdir, bu paltar əynindədir, indicə müsəlman olub. O adamın paltarı müsəlman olduqdan sonra pak olur, alimlər deyir ki, xeyr. Yəni, müsəlman olmaq, İslam dinini qəbul eləmək o paltarı pak eləməz. Bunun özünü pak eləyir, amma o paltar ki, tərləmişdi, kafir olduğu zaman nəcis olmuşdu, o paltar gərək yuyula və daha sonra geyinilə. Əgər biz kafir bir kəsin kəlmə-i şəhadət dediyini, qəlbən dediyini bilməsək və yaxud şübhələnsək belə, o kəs yenə də müsəlman hökmündədir. Demək, qeyd elədik, bura kimi ki, paklayıcıların İslamı qəbul edənə qədər, qəbul etmək bölməsinə qədər qeyd elədik. Gələn dərslərdə inşallah paklayıcıları davam eləyəcəyik. Allahdan hər birinizə müvəffəqiyyət və zihin açıqlığı arzu edirəm və bir daha bayramınızı təbrik edirik. Vəssalamu aleykum və rəhmətullah.